Salamlayıram sizləri. İş vaxtında hamınıza uğurlar arzu edirəm. Çox hörmətli qrup əhli. Bura Maçdağa qəsəbəsi Nizami küçəsi 293 nömrəli məktəbin ətrafındakı asfalt yolu. Burada deməli telefon xətləri keçir. Lük var burada. Telefon xətləri keçir. Amma çox təəssüflər olsun ki, telefon xətlərinin içi ilə hansısa su borusu partlayıb artıq neçə vaxtdır burada sular yığılır və sular axır gedir çıxır həmən bu oba marketlərin yanına. Mən indi bu dağı sizlərə göstərəcəm onu. Keçdi. Bax sular gəlir yığılır bax bura. Səhərlər, axşamlar maşınlar olmur deyə sular yığılır bax bura, yığılır, gölməçə kimi əmələ gəlir. Buradakı sakinlər dəfələrlə su idarəsinə zəng vurublar, dəfələrlə su idarəsinin qanar xəttinə müraciət ediblər, heç bir tədbir görülməyib. Bax burada insanlar, yaşayanlar, məhəllə adamları çox böyük əziyyətlər çəkirlər bax bu su ilə. Mən istəyərdim ki, bu çəkilişi əlaqədar təşkilatlara verək və əlaqədar təşkilatlar bunlar üçün bir ölçü götürsünlər, yəni ki, su idarəsi bunlar üçün bir ölçü götürsün. Bu qədər hörmətlə əziz və əlimizə.